Padruqam var, mən onu tanıyanlar diyetadadır, amma nəticə yoxdur da. şey- Amma mən yeyirəm. Bəzən aramızda anlaşılamazlıq olur ki. Mən yediyim sənə gedir o. Yox, buradakı məsələ biraz fərqlidir. Çünki bəzi insanlar əslində bu diyeta məsələsi və çəki zəiflətmə məsələsi belədir ki, aclıq bir siqnaldır və sənə deyir ki, elə bir mədən aşağıdan sənə qışqırır ki, mən burada yağ bir şeylər ötür demir. Naborot bir şeylər ötürmə deyir. Mən burada yağ yandırıram. O göndərdiyin səhər yemisən, günorta acından ölürsən də. Mən onu ayrışdırıram. Safçürü edirəm, mineralı, nə bilim, vitamini, elementləri ayrı-ayrı bölürəm. Lazım olmayanı xaric edirəm, yoğun bağırsaqdan və s. Bəs mənə qida göndərmə. Mən öz tərəfimdən. Mənə qida göndərmə, mən bu işimi görüm. Sən ayaq acından öləm. Bir dənə nəsə qəşəng belə təpələmə boşqab yeyirsən, o üçün eləmi? Yaxşı, əla. Onda mən o əvvəlki günü qoyuram qidaqını qırağa, bunu təzəni ayrışdırmağa başlayıram. Çünki o bilirək sən yenə göndərəsən. Yəni partlamayasan deyə, o onu göndərir, bağırsaqlarla xaric eləyir, yağları qaraciyərə depolayır və s. Nəticədə nə olur? Səndə insulin dirənci yaranır, xolesterin artır, ürək damarlarının yağlanması, ateroskleroz və s. Bir də ki, şəkərə meyillilik deyirlər. O insulin dirəncidir. Sən insulin dirəncinə diqqət eləmirsən, bu halda nə etmək lazım olduğunu bilmirsən ya da bilirsənsə də eləmirsən, səhlənkarlıq eləyirsən. Nəticədə sən arıqlamırsan. Amma misal üçün mən xəstəyə deyirəm ki, aptekdən əgər böyrək çatışmazlığın yoxdursa, aptekdən alfa-xrom al. Çünki buna böyrək çatışmazlığı olan adamlar istifadə edə bilməz. Alfa-xrom nə üçündür? Alfa-lipoid turşusudur və xromdur. Arası 33-35 manat apteklərdə rahat əldə oluna bilən bir vasitədir. Səhər-axşam yeməkdən yarım saat əvvəl bir dənə içir. Yəni Padruqova denən bunu səhər-axşam yeməkdən yarım saat əvvəl içsin. Bir də mənim öz dietam var. O dieta belə ki, sən dietada olduğunun fərqində olmursan. Hər şeyi yeyə bilirsən, rahat yeyə bilirsən, aclıq hissi olmur və bədənindən ancaq yağ əriyir gedir. Və əsas üstünlüyü odur. Dietada olduğunu hiss eləmirsən. Çünki 5 qram bundan ye, 3 qram ondan yeməyən mənasız marafonlar, zatlar o 405 manat xərclənilən marafonlar da hamısını başım bırax. Yəni ona da deyirəm başım bıraxsın. Çünki onlara effekt vermir. Və o dietanı necə əldə edir? Mən sənə göndərərəm, ona göndərərsən. Bir də WhatsApp-da kanallar bölməsinə girin. Aptekimiz Friendly kanalı var. O kanalda o dieta var. Girib oradan götürə bilərsiniz. Və ya bizə WhatsApp-dan yazın, səhifədə nömrə var. Sizə avtomatik mesaj gələcək. Ki adınızı deyin, orada göy link var. Siz adınızı yazın, bizə nömrənizi qeyd edin və o linkə basın, orada kanala abunə olun, oradan götürün. Amma alfa-xromu da mütləq şəkildə apteklərdən götürüb dediyim kimi için. Və növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın, videonu bəyənib paylaşmağı da unutmayın. Hələlik.